Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Azərbaycanlı təqaüdçülər 4 şəhərdə etiraz eyləmi keçirdilər. 67 yaşlı siyasi məhbus edama məhkum edildi. Spirtli içkidən istifadə edənlərin sayı artdı. Yəhudilərə qarşı hücum əməliyyatlarını Sepah rəsmisi hazırlayıb Mossaddan açıqlama. Azərbaycanla əldə edilən bütün razılaşmalar faydalıdır Mirzoyandan açıqlama. İndi sizə ətraflı. Bugün İran Telekommunikasiya şirkətinin Həmədan, Təbriz, Xoy və Zəncan şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu haqda Azad İşçi Hərəkatı məlumat yayıb. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər. Qeyd edək ki, təqaüdçülərin etiraz eyləmi tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur ki, hər həftə keçirilir. Kürd terror qrupları ilə əlaqəli elementlərin ictimai fəaliyyətinə etiraz etdiklərinə görə saxlanan Azərbaycan Milli Hərəkatının 2 fəalı, Əta Kərimi və Əmir İbrahimli hələ də şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasında qeyri-müəyyən halda saxlanılırlar. Fəalların yaxınlarının verdiyi məlumata görə dəfələrlə müraciət edilməsinə baxmayaraq məhkəmə rəsmiləri fəalların girov qarşılığında müvəqqəti sərbəst buraxılmasına imkan verməyiblər. 25 oktyabr şənbə günü Əta Kərimi və Əmir İbrahimlinin ailələri yenidən Urmiya İctimai və İnqilab Prokurorluğunun 6-cı İstintaq şöbəsinə müraciət edərək fəalların saxlanmalarının səbəbi, irəli sürülən ittihamlar barədə aydın izahat tələb ediblər. Bundan sonra məhkəmə orqanı Əta Kərimiyə qarşı irəli sürülən ittihamları açıqlayıb. O, stadionda ictimai asayişi pozmaq ittihamına görə 200 milyon tümən və Kürd xalqını təhqir etmək ittihamına görə isə 2 milyard tümən girov qarşılığında müvəqqəti azad edilə biləcək. Qeyd edək ki, Əta Kərimi 3-cü dərəcəli qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkir. Digər milli fəal Əmir İbrahimi isə disk yırtığı səbəbindən tibbi nəzarət altında olmalıdır. Əta Kərimi və Əmir İbrahimli əvvəllər Azərbaycan xalqının hüquqlarının müdafiəsi uğrunda vətəndaşlıq fəaliyyətlərinə və hökumətin Urmiya gölünün qurudulması siyasətinə etiraz etdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıblar. Rəşd şəhərinin İnqilab Məhkəməsi 67 yaşlı siyasi məhbus Zəhra Şahbaz Təbəri barədə edam hökmü çıxarıb. Bu haqda onun ailəsi məlumat yayıb. Məlumata görə siyasi məhbus Tehran hökumətinə müxalif olan İran Xalq Mücahidləri təşkilatına üzv olmaqda günahlandırılıb. Məhkəmə iclası 10 dəqiqə çəkib və hökumətin təyin etdiyi vəkil Zəhra Şahbaz Təbərini müdafiə etməyib deyə məlumatda bildirilib. Qeyd edək ki, təhlükəsizlik məmurları bu ilin 17 aprelində Zəhra Şahbaz Təbərinin evinə hücum edərək onu saxlayıb və təhlükəsizlik təcridxanasında dindirdikdən sonra Rəşd şəhərinin Lakan həbsxanasına köçürüblər. Onun ailəsi məhbusa qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib. Təbəri elektrik mühəndisi və İran Mühəndislik Sistemləri Təşkilatının üzvüdür. O, magistr dərəcəsini İsveçin Boras Universitetində davamlı enerji ixtisası üzrə alıb. Davam edirik. Ölkədə spirtli içkidən istifadə halları artıb və bugünə kimi tiryəkdən istifadə edənlərin bir qismi də onu spirtli içki ilə əvəz ediblər. Bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Rıza Şalbafan deyib. O, bunun əsas amillərdən birinin cəmiyyətdə stressin artması olduğunu bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl İran Tibbi Ekspertiza Mərkəzi də spirtli içkilərdən istifadə edənlərin sayının artdığı barədə məlumat yayıb. 2025-ci ilin aprel, may, iyun, iyul və avqust ayları ərzində ölkədə zəhərlənmələr nəticəsində baş verən ölümlərin 5%-i saxta spirtli içkilərdən istifadə ilə bağlı olub. Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına əsasən spirtli içkilərdən davamlı istifadə edənlərin sayına görə İran dünyada 9-cu yerdə dayanır. Xəbərlərimiz davam edir. PKK terror təşkilatının silahı yerə qoymaq və Türkiyə ərazisini tərk etməsi və qüvvələrini İraqın şimalına köçürəcəyi barədə bəyanatından sonra həmin təşkilat üzvlərinin bir qisminin Güney Azərbaycanda yerləşdirilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayılıb. Bununla bağlı yerli sosial şəbəkədə iddialar səsləndirilib.
İddialara görə Türkiyədən çıxan terror təşkilatı üzvlərinin Qərbi Azərbaycan əyalətinin Tıraq və Türkiyə ilə sərhəd bölgələrdə, xüsusən Makoya yaxın ərazilərdə və Naxçıvanla sərhəd Puldəşt bölgəsində yerləşdirilməsinə hazırlıq gedir. Bundan əvvəl də həmin bölgədə Türkiyə dövlətinə qarşı Kürd silahlarının mövcudluğu və Sepahın nəzarəti altında düşərgələrin qurulduğu haqqında məlumatlar yayılıb. Qeyd edək ki, PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə yerləşən Zab və Metina bölgələrindəki düşərgə və mağaralardan çıxacağı və qüvvələrini İraqın şimalına köçürəcəyi barədə bəyanat yayıb. Xüsusən son bir il ərzində Avstraliya, Yunanistan və Almaniyada yəhudilərə qarşı uğursuz hücum planlarının arxasında İslam İnqilabı Keşikçiləri Korpusunun qüds qüvvələrinin yüksək rütbəli komandiri Sərdar Əmmar dayanıb. Bu, İsrailin xüsusi xidmət təşkilatı və Baş nazir Benyamin Netanyahunun ofisinin birgə yaydığı bəyanatda bildirilib. Bəyanatda deyilir ki, Tehran 7 oktyabr 2023-cü ildə ekstremist Həmas qruplaşmasının İsrailə hücumundan sonra dünyanın hər yerində İsrail və Yəhudi mərkəzlərini və fərdlərini hədəf almaq səylərini gücləndirib. Son bir il və bu il ərzində Almaniya, Yunanistan və Avstraliyada hücum cəhdlərinin qarşısı adı çəkilən ölkələrin təhlükəsizlik xidmətləri ilə Mossadın birgə əməkdaşlığı nəticəsində alınıb. Əmmarın komandanlığı altında həm İsrail daxilində, həm də xaricində İsrail və Yəhudi hədəflərinə qarşı hücumlar təşkil etmək üçün geniş bir mexanizm yaradılıb deyə bəyanatda bildirilib. Qeyd olunub ki, bu mexanizm keçən il Yunanistan, Avstraliya və Almaniyada aşkar edilmiş hücum cəhdlərinə görə birbaşa məsuliyyət daşıyır və onun təkrarlanan uğursuzluqları şəbəkənin həbs və ifşa edilməsinə səbəb olub. Mossadın məlumatına görə şəbəkə qeyri-İranlıları cəlb edib, cinayətkar dəstələrdən istifadə edib və İranın rolunu gizlətmək üçün üzvləri arasında məxfiliyə və ciddi vəzifə bölgüsünə diqqət yetirib. Buraxılışımız davam edir. İşğaldan azad edilmiş ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb. Bildirilib ki, 1644,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyindən verilən məlumata görə Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda Qazax rayonunun işğaldan azad edilmiş Bağani Sayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 143 piyada əleyhinə mina, 83 tank əleyhinə mina, 5498 partlamamış hərbi sursat aşkarlanıb. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanla əldə edilən bütün razılaşmalar qarşılıqlı faydalıdır. O, Ermənistan və Azərbaycan arasında sülh və kommunikasiyaların açılması barədə razılaşmalara əməl edilməsinə zəmanətlərlə bağlı suala cavab verərkən bunu bəyan edib. Belə zəmanətlər işlənmir, biz bunu öz təcrübələrimizdən də bildik deyə o qeyd edib. Onun sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir. Nazir həmçinin müqavilələrin yerinə yetirilməsinə ən yaxşı təminatın üçüncü tərəfin, xüsusilə də fövqəldövlətin iştirakı ola biləcəyi fikrini rədd edib. O, sülh sazişi nəticəsində güya Azərbaycanın hər şeyi, Ermənistanın isə heç nə əldə etməyəcəyi barədə bəyanatlarını da şərh edib. Bizim əldə etdiyimiz şey bizim üçün faydalıdır, Azərbaycanın əldə etdiyi isə onlar üçün çox vacibdir. Bu halda hər iki tərəf razılaşmalara riayət etməkdə maraqlı olacaq. Amerika prezidenti Donald Trumpın iştirakı əlavə dəyər hesab oluna bilər. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.